Coachingdə yaxşı qız və ya yaxşı oğlan sindromuna düşmək sizi kasıblaşdırır və həmçinin də müştərinizi çox-çox geridə saxlayır və ona nəticələr verməyinizə mane olur. Bir çox coach və ya psixoloq yaxşı qız ya da yaxşı oğlan sindromuna düşür və özünün sırf yaxşı olduğunu isbatlamaq üçün müştəri ilə arasında sərhədləri pozmağa başlayır. Gecələr müştəriyə cavab vermək, WhatsApp-da onunla yazışmaq, davamlı Instagram-da ona reels göndərmək, davamlı o gecənin yarısı belə ağlasa zənglərini götürmək, hər hansısa bir sessiyaya ödəniş etməyibsə belə sessiyanı davam etdirmək və s. heç də yaxşı əlamətlər deyil. Bütün bunlar sadəcə və sadəcə sizin sərhədləri olmayan bir mütəxəssis olduğunuzu göstərir, başqa da heç nə. Bəli, həmin insan sizə yaxşı adam deyə bilər, ay mənə kömək eləyir, hətta borc verir və s. və s. Amma bu şəkildə siz heç zaman müştərinizə istədiyi nəticəni verə bilməyəcəksiniz. Sadəcə içdən-içə öz egonuzu bəsləyəcəksiniz. Bizə isə coach kimi ego bəsləmək yox, müştəriyə həqiqətən dəstək olmaq, nəticəyə çatdırmaq lazımdır. Mən hər zaman master coachlarıma da bildirirəm ki, müştəri ilə aramızda reqlamentlər olmalıdır. Müştəri ilə aramızda qoyduğumuz qayda, qanunlar, sərhədlər nə qədər bəlirlidir və nə qədər professionaldırsa, o qədər də çox yaxşı nəticəyə doğru müştərini apara bilərik. Və əlbəttə, müştəri də anlayacaq ki, nəticə istəyirsənsə, resurs yatırmalısan buna, heç də coachla ya da psixoloquna öz maman atan kimi baxmamalısan. Və əgər sənə də maraqlıdırsa, daha professional bir coach olmaq, öz üzərində də işləmək, müştərilərinə də daha qəşəng nəticələr vermək, o zaman aşağıda açıqlama bölməsini oxumağını tövsiyə edirəm.